Arkadaşlar, bugün bütün maşınlarımı göstereceğim. Ama bu ise başka hesabda. Ama həqiqətən mənim hesabımda. Yəni buna and içə bilərəm ki, mənim hesabımda. Yəni, o birisi hesab Ogran'dı dostlar. İndi burada 33 tane maşın var. Birinci Honda'dan başlayaq. Honda belədir. Dostlar, elə belə yığdırmışam. Burada belə maşın qarşılayır. Bu bir tane maşın var idi. Ona bənzətmişəm. Heç nədir bu? Bu 07 boş yerinə elə belə yapmışam. Heç sürmürəm. Burada belə Priona ses sistemi və pəncərə açıq belə eləmişəm. Burada logosunu eləməyə çalışırdım, amma olmadı. Bax, bu çox qəşəngdir. Royal Stance belə qəşəng. Təkərlər tam tofaşın, təkərlər də arxada Türkçə. Çünki çox tofaşlar Türkçədə də sata bilərəm, yəni elə belə də saxlayıram. Tofaş çünki Türkiyənindir də. Bu transit çox qəşəng transitdir də. Buna nə deyə bilərsən? Buna nə deyə bilərsən? Bax, maşallah, bu nə? Bax, çox qəşəngdir də. Buna nə deyə bilərsən? Sonra buradan belə maşına keçdik. Bu bir gün mən bunu yığdıracağam. Yığdırmam, elə belə bastırmışam, mən eləyəcəm də. Sonra bunu yığdırmamışam. Elə belə renk, bunu da eləməmişəm. Bu elə belə çizim, elə belə. Yəni baxmayın. Bu da heç dostlar. Bəzilərin yığdırma. Bunda dostlar, ay Allah, hara getdim. Bunu dostlar yığdırmağa çalışacağam, yəni çətin olacaq. Çizim kimi bir şeydir, yəni hələ eləyib eləməmişəm də. Sonra burada bir dənə, əslində dostlar, mənim bir dənə qəşəng bir dənə Mercedes-in, bu Mercedes-dən də qəşəng drift ayarlıydı. Güncəlləmədən sonra isə drift ayar xarab oldu dostlar, yəni belə olur da. İşləmir. Burada belə basıq BMW loqolu, yəni heç nədir, başqa işlər eləməmişəm. Sonra burada qəşəng bir dənə var. Bunu həm də bəziləri bilməyənlər üçün bu geri bir sizə göstərir. Nətər öyrəndiyini deyəcəm və yəni onu göstərəcəm də. Əgər 10-20 like-da göstərəcəm sizə nətər olduğunu. Ata sağdırsa, oğul şahdır. Bu çox olur da maşınlarda. Əvvəllər çox kötü. Bu dəfə belə bastırmışam, üstünə də günəş yanır, təşnəyir belə. Mənim qəşəng bir dənə bundan Honda'dan var idi. Honda neydi yadımdan çıxdı. Bu tərəfini belə uçuracaqdı. Bunu bilmiyorum. Təzə qarib, bilmiyorum. Bunun getdiyim indi sata 36-40 milyona zat sat. 36 milyona satdım. Təzəsini aldım, heç yığdırmıram. Yığdıraram bir gün. Ya birim baxacam da. Burada belə qəşəng Niva. Belə pərdəli, yəni başqa heç nə yoxdur. Belə paradokslu qara. Yığdırmamışam. Bax, bu çox qəşəng maşındır da. Bunun nə deyirlər? Ən qəşənglərindəndir. Burada bunlara var, bunlara çox qəşəngdir. Toyota logo. Bu da çox qəşəngdir. 60 coin'dən də o. Sonra spoiler zat. Hamısı yerində. Bu elə belə. Bu da onundur. Çox qəşəngdir. Həm də yazılar da orada var. Baxın. Bunlar çətindir də, yəni çox çətin idi. Adam cırılmışam. Aldım. Ay, bunu da belə aldım. Yoxdur şey, kapat. Belə yığdırmışam. Heç nə, elə belə yığdırmışam. Başqa işçilər eləmişəm. Bunu çizim də sayılır, amma o qədər çizim deyil də bu. Çox asandır. Amma əgər 50 like gəlsə bunun aralarından birinə hədiyyə edəcəm. 50 like yox, 50 abunə gəlsə bir dənə adama hədiyyə edəcəm. Sonra burada belə bax, bu çox belə gerçəkçiyirəmişəm, amma biraz alınıbdı. Başqa heç nə eləməmişəm maşına. Çox qəşəngdir amma da deyim. Sonra
Bax, əsil maşın burada. Rol maşını. Bunu da özüm eləmişəm. Yəni buna baxın. Bu çox qəşəngdir də. Yəni burada belə golf rol, yəni belə eləmişəm. Rol. Arxasında belə qəşəng şeydə pəncərə yazısı var. Belə bu logo, bu stikerlərin nədirsə bilmirəm tam. Elə bir qoyurlar. Bura isə bəzi maşınlarda olanda, yarış maşınlarında məndə rol. Təkərlər isə köhnə təkərlər, əslində rolları olur bu maşın. Keçə bilərikmi? Maşın heç nə oldu. Başqa heç nə yoxdur. Doblonda qəşəng yaxdırmışam boyalsdan. Bu pəncərə də var. Bu bir adamdan öyrənmişdim. Doblo Maxi bu yazı o qədər çətin idi. Burada stiker. Burada bax bu Doblo deyil, belədir. Başqadır da, yəni başqa logo bilmirəm. Burada pəncərə yazısı var. Pəncərə yazılarına yaxşıyam. Qəşəng basıqdır. Bunu əslində alırlar coinə, amma mən belə düzəltdim də o. Necədir? Sonra belə Porsche'miz var. Porsche də çox qəşəngdir. Elə belə düzəltmişəm. Abi bu Feridokdur. Bu versiz. Hansı bu hamı bu versiya elə bilər, yəni bunu çıxartmaq olur. Burada belə Supramız var təzə. Bu belə də başqa heç nə bilməmişəm. O canavardır da. Sonra bir dənə belə Rolls Royce var. Çox qəşəng maşındır, bahalı. 2 milyona satılır. Sonra bunu şey almışam. Günlük görevlərdə. Yəni bunu da yığdırmamışam dostlar. 10 üzərindən neçə verirsiniz dostlar buna? Yəni bütün maşınlarıma da 10 üzərindən neçə verərdiniz? Deyin də dostlar. Sağ olun və özünüzə yaxşı baxın.